Demək yaxşı. Ümumiyyətlə, sual cümləsinin quruluşu, sual testləri vuracaqsınız, sual cümlələri testlərini vuracaqsınız. Bütün sual cümlələrində bunu axtaracaqsınız. Köməkçi, mübtəda, xəbər. Bu sıralama varmı? Aydındırmı? Yəni, sizin sual cümlənizdə bu quruluş olmalıdır. Əgər sual sözləri varsa, sual sözü daha əvvəldə yazılır və onun üstünə gəl, köməkçi ya da modal feil, plus mübtəda, plus xəbər. Aydındırmı? Sual sözü, xüsusi sual cümlə. Sual sözləri xüsusi sual cümlələrində olurdu. Aydındırmı? Sual sözü olsa, ən əvvəldə sual sözü gələr, köməkçi, mübtəda, xəbər gələcək. Sual sözü olmasa, normal suallarda köməkçi, mübtəda, xəbər olacaq. Aydındırmı? Amma yenə də köməkçi sonra mübtəda, sonra xəbər şəklində olacaq. Bu sıralamanı pozmaq, dəyişmək, başqa hallara salmaq olmur. Yəni biz həmişə eyni şeyi axtarırıq. Köməkçi, mübtəda, xəbər axtarırıq. Bura qədər aydındırmı? Hə? Köməkçi, mübtəda, xəbər axtarırıq. Sual sözü varsa, sual sözündən sonra, məsələn, bir dənə sual sözü yazaq, when, sonra yazırıq, do you go to Turkey? Burada məsələn, Turkey dəyişiblər, Türkiyə ediblər deyəsən. When do you go to Turkey? Baxın, uşaqlar, yenə nə yazmışam? Sual söz, sual sözlər hansılardır? Kim, nə, hara, niyə, nə üçün, necə, nə qədər? Bunlar sual sözlərdir. İngilisində when məsələn, sual söz. İngilisdə bütün sual sözləri ya vığı ilə başlayır, ya da ki, how ilə başlayır. Yəni, başqa hərf birləşməsi ilə başlayan sual sözü yoxdur. Bura qədər aydındırmı? Vəni yazmışam, nə yazmışam? Köməkçi yazmışam, mübtəda yazmışam və xəbər yazmışam. Aydındırmı? Sual sözü, köməkçi, mübtəda, xəbər. Bu quruluşu axtarıram. Həmişə də eyni şeyə girəm. Aydındırmı? Hə? Bütün suallarda bu quruluş məcburidir. Qeyd 1. Yazın qeyd 1. İki dənə sual var, Mübtədanın sualları hansılardır? Kim, nə, hara? Kim, nə, hara? Yox, hara deyil. Mübtəda sualı kim və nədir? Elədirmi? Hara ismin sualıdır. Kim və nə? Azərbaycan deyəndə o nədir də? Hara deyil. Kim və nə? Mübtədaya verilən suallarda birbaşa biz nə edik? Bütün suallarda nəyə fikir verməliyik? Köməkçi, mübtəda, xəbər. What və who? Haydi, bir də normal bir şey çıxmır burada. Baxaq, hansı yaxşı yazır? Yox. What və who sualları, mübtəda sualları, belə deyilmi? Hə? What sualları və who sualı, what nədir? Nə, who, kim? İkisi də nəyin suallarıdır? Mübtədanın sualları. Mübtədanın suallarında isə cümlə belə olmalıdır. Xəbər gəlməlidir birbaşa və tamamlı, nə bilim, cümlənin digər üzvləri gəlməlidir. Yəni, mübtədaya verilən suallarda, yəni who və what mübtədaya verilirsə əgər, who və whatdan sonra xəbər gəlir, özdə bu xəbərin təkdə olması məcburidir. Tək xəbərlər hansılar idi? Is idi, sonra nə idi? Was idi, has idi, does idi, elə deyilmi? Is, was, has, does və feillərdə s. Aydındırmı? Demək, who və what'un bütün sual cümlələrində bu quruluşdur. Who və what'da bu quruluş da olar. Bu da olar. Amma who və what'da belə bir quruluş da mümkündür. Aydındırmı? Who və what üçün bu quruluş da mümkündür. Bütün sual sözlər üçün demişəm mən bunu. Nədirmə? Bütün sual sözlərindən who və what daxildir. Aydın oldu mu? Bütün sual sözləri varsa, onlardan sonra köməkçi mübtəda xəbər axtarırıq. Aydındırmı? Amma who və what'da birbaşa xəbər gələ bilər. Aydındırmı? Hə? Who'nun yanında birbaşa xəbər gələ bilər, amma nəyə fikir verməliyik? Is, was, has, does, s kimi feillərin onun yanında gəlməsi, s olan feillərin orada gəlməsi vacibdir. Aydındırmı? Mübtədaya verilən suallarda biz nəyi yazmırıq? Bunlar yazmayanlar da elədir, bunları ataraq. Mübtədaya verilən suallarda nəyi yazmırıq? Baxın, do, does, do-nu yazmırıq, does və didi feillə yanaşı yazmırıq. Aydındırmı? Do, does və didin feillə yanaşığı gəldiyi bütün şeylər səhvdir. Nədir? Bütün sual cümlələri səhvdir. Aydındırmı? Hansı sualda ki, do, does, didin yanında feil var, yanında deyirəm, cümlədə ola bilər. Yanında, birbaşa yanında feil varsa o səhvdir. Gəlin misallar yazaq, daha bizə aydın olsun. Məsələn, who, bunu da ataq. Məsələn deyirik, who kim ingiliscə danışır? Məsələn deyək, who speaks English? Düzgün sual cümləsidir. Köməkçi mübtəda xəbər axtarmırıq. Mübtəda özü who'dur. Cümlə necə cümlə sırasıdır? Nəqli cümlənin sırasıdır. Aydındırmı? Burada nəqli, bu mübtədadır. Nə gəlir burada? Nəqli cümlənin quruluşu necə idi?
Mübtəda, xəbər, tamamlıq elədirmi? Who sualları da nəqli cümlə şəklində olur. Yəni mübtədaya verilən suallardan danışırıq. Who speaks English? Bu da tamamlıq. Mübtədadır, xəbər, tamamlıq. Bu quruluş artıq burada deyil. Aydındırmı? Bura qədər aydın oldu mu? İzah edə bildimmi? İzah başa düşməsi təzədir. Bütün sual cümlələrində biz nə axtarırıq? Sual sözündən sonra nə gəlməlidir? Köməkçi, mübtəda, xəbər. Bu sıranı axtarırıq. Aydındırmı? Bu sıra olmasa səhvdir. Başlara bildimmi? Amma who və what-da hansı ikinci mümkünlüyü var? Xəbərin birbaşa gəlməsi. Birbaşa xəbər gələndə nə olmalıdır? Tək xəbər olmalıdır. Tək xəbərdə nələrdir? Nə bilim, is, was, is, does, has tipli. Elədirmi? Nə olmaz? Dudazla feilin yanaşı gəldiyi bir test səhv bir testdir. Məsələn, baxın, belə yazırlar bəzən çaşdırmaq üçün. Who does go to school məsələn yazırlar. Bu cümlə düzdür yoxsa səhvdir? Səhvdir. Niyə səhvdir? Çünki does-la go-nu yanaşı görürük və bu yanlışdır. Do-does-la feil yanaşı olmaz və hətta xəbər nə olmalıdır? Goes, s şəklində təkdə olmalıdır. Aydın oldu mu bura qədər? İkinci məsələ. Lütfən bir də pozaq. Bunu da pozaq. İkinci məsələ nədir? Birbaşa xəbərin gələ bildiyi sözlər hansılar idi? Who və what idi. Bir də mübtəda hansı mübtəda roluna çıxış edir? İsim, icabı demiş oldum. İsim mübtəda olur da, elədirmi? Əksər hallarda isim mübtəda olur. Məsələn, what'un yanında isim gələ bilir, sual söz olaraq. What isim var idi? What book, what language, what nə bilim. Baxın, sonra which'in yanında isim gəlir. Which nə deməkdir? Hansı, which book, which pen, which person, which school, elədirmi? Sonra, isimlə yanaşı gələ bilənlər hansılardır? How many? How many necə isimlə yanaşı gəlir? Cəm isimlə məsələ. How much var? How much bu sayılmayan isimlə yanaşı gəlir, elədirmi? Sayılmayan, testini vuracaq. İkinci hissə gətirmişsiniz. How much necə isimlə işlənir? Sayılmayan isimlə. How many necə isimlə işlənir? Cəm isimlə. Sonra whose var. Buranı görə bilirsiniz. Whose var. Whose. Whose nə deməkdir? Kimin? Bu da isimdir. Bütün bunlar nə ilə yanaşı gəlirlər? Hər hansı bir isimlə yanaşı gələ bilərlər. Yəni bunların yanında nə ola bilir? İsim. Elədirmi? Və ondan sonra birbaşa xəbər də gələ bilər. Və yaxud sual cümləsi də gələ bilər. İki cür hal mümkündür. Onlardan sonra məcbur çevirirəm, sən orada nəsə deyirsən, bilmirəm, nə edirsən, məqsədindən də başa düşürəm. Dəftəri aç və qeydləri yaz, Rəyim. Qeydləri yazmırsan axı. Yazmışam. Bekarsan biraz orada. Yox, mən yazmışam. Demək, bu suallardan sonra isim gələr, isimdən sonra gələr, ya birbaşa xəbər gələr, elədirmi? Ya da sual cümləsi. Nədir sual cümləsi? Köməkçi feil, mübtəda və xəbər. Köməkçi feilləri demədik, hansılardır köməkçi feillər? Gəlin, burada qeyd edək. Hansıdır köməkçi feillər? Yazın özünüz üçün. Is, bir dəqiqə, əmizlər, elədirmi? Sonra hansıları var? Was, were, sonra do, did, does, did. Köməkçilər hansı olduğunu yazır da. Have ola bilər, has olar, had olar. Sonra shall var. Will, can var, could, To become. must, should, modal feillərdir bunlar. May, can, could, may, must, should. Bunlar nədirlər? Köməkçi və modal feillərdir ki, bunlar cümlədə sual var. Yəni biz bunları axtarırıq. Köməkçi modal feil yerində biz nə axtarırıq? Əmizlər axtara bilərik, was were axtara bilərik, do, does, did, have, has, had, shall, will, can, could, may, might da ola bilər. Olsun, might da yazın ora. May'in keçmiş zamanı should'dur. Aydındırmı? Out, to-do, out'u çox görmərsiniz, heç mən görməmişim, onu bilmirəm. Bunu aydındırmı? Yəni out sola yada bilirik, sadəcə çox da rast gəlməmişim. Aydın oldu sizə. Demək, sual cümləsinin quruluşu nə idi? Deyin təzədən. Köməkçi feil. Mübtəda,
Köməkçi ya da modal bunlardan biri mübtəda və xəbər. Kömək sual sözü, köməkçi, mübtəda, xəbər. Hansı cümlələrdə biz birbaşa xəbəri görə bilirik? Huwa what. Amma xəbərin şərti nədir? Təkdə olan bir xəbər olsun. Nədirmi? Sonra huwa what-da ümumiyyətlə sual cümlələrində hansı ardıcıllıq səhv idi? Do, does, fail. Bu yanlış ardıcıllıqdır. Sonra hansı sözlər isimlə işlənə bilir? What, which, how many, how much, bir də whose. Bunların yanında nə gəlir? İsimdən sonra nə gələ bilər? Ya xəbər gələ bilər, ya da nə? Köməkçi, mübtəda, xəbər gələ bilər, yəni sual cümləsi gələ bilər. Aydın oldu mu sizə? Hə? İndi nə izah edirəm? Məsələn, pozuram, tamam. Tamam, pozura qoyum səni. Nədirəm, xabalar? İndi, sual cümlələrini anladıq. Elədirmi? Nə izah etmədim, bir deyə fikirləşirəm. Heç nə. What və who suallar. İndi bilən testin birinci bölməsi var, question word bölməsi. Orada sadəcə siz ikinci hissədədir o. Orada sadəcə siz sual sözlərini seçirsiniz. Sual sözlərdə hansı xüsusiyyətləri var? Gəlin onlara vəzi baxaq. What və who sualları plus sual cümləsi plus sözünü. Cümlənin sonunda sözünü varsa, sual cümləsinin sonunda sözünü varsa, həmin cümlələrdə nə yazmalıyıq? Huwa what yazmalıyıq. Özdə belə testlərdə huwa whatdan sonra birbaşa xəbərin gəlməsi mümkün deyil. Aydındırmı? Əgər sonda sözünü varsa, baxın. Məsələn, belə bir cümlə yazıram. Deyirəm ki, who do you go to the park with? Baxın bura. Sonda nə gəlmişdir? Sual cümlələrində axırda sözünü gəlir. Sual cümləsində axırda sözünü gəlir. With, to, nə bilim, from. Axırda gələn sözünü sual cümləsində sual sözü ilə əlaqədardır. Aydındırmı? Sual cümləsi ki, sözü ilə bitirsə, o sözünü bu sual sözünə bağlıdır. Başa düşdünüzmü? Who'nun belə bir xüsusiyyəti var və ya what'un belə bir xüsusiyyəti var ki, onlar əvvəldə dayanırlar. O sözün ən axırda olur. Aydındırmı? Ya da ki, belə deyim sizə, burada bunu yazmasındır. Boşluq buraxır da, cümlənin sonunda nə vardır? With. Sözünü olduğu üçün burada mümkün məddələr who və what'dur. Aydındırmı? İndi cavabda who varsa bunu yazırıq, what varsa what'u yazırıq. Yəni sözünün axırda olduğu üçün hansını yazırıq? Bunu ya da what'u yazırıq. İkinci şərtimiz nədir? Əgər sual cümləsi sözünü ilə bitibsə, aydındırmı? O cümlələrdə yəni what və who ilə başlayan suallar sözünü ilə bitərsə əgər, sual cümləsində buluşu olmalıdır. Birbaşa xəbərin gəldiyi cümlə yanlışdır. Biz bəyənmədik, what və who-dan sonra birbaşa xəbər gələ bilir demişdik. Gəzə gəlir bu qayda. Amma əgər sözünü varsa, artıq burada sual cümləsi olmalıdır buluş olaraq. Başlara bildim? Hə? İndi, İkinci, məsələn, testə necə baxırdıq, deyirdik, axırda sözünü varsa, elədirmi? Biz oradan əvvəlində who yaza bilirik, what'u yaza bilirik, aydındırmı? Hə? Məsələn, who do you go to the park with? Parka kiminlə gedirsən? Aydındırmı? Sonra keçirək digər məsələyə. Demək, axırda sözünün olanda biz who, what işlədirdik. Where sualı var. Where nə deməkdir? Hara, haraya, harada. Where olan yerdə in işlətmək olmaz. Amma where from sualı var. Where in yer bildirən in yazmaq olmur. Yer bildirən in. Biz ini harada görə bilirik? In the morning demək olar. In the morning nə deməkdir? Səhər. Bu zaman bildirir. Başa düşdünüz? Amma in the park demək olmaz. Məsələn, where olan cümlədə in yazmaq, yer olaraq yazmaq olmaz. Sonra where olan cümlədə from yazırlar. Cümlənin sonu from varsa, həmin cümlədə nə yazmaq olur? Where yazmaq olur. Where do you come from? Və yaxud da ki, bir misal yazaq. Where, misallar da yazın. Did she come from? Tərcümə necə olunur? O hardan gəlib ya da o haradandır? Where did she come from? Aydın oldu mu? Sonra keçirik where from-dan işlənir. Sonra why sualı var. Why, niyə sualı? Why olan suallarda biz for'u yazmırıq. Onun yerinə what for yaza bilirik. Eyni mənanı verir. What axırda for. Tərcüməsi hər ikisi nə deməkdir? Nə üçün? Aydındırmı? Why olan cümlədə nə yazmaq olmaz? For yazmaq olmaz tacir. Rədəyir. Amma what for yazırlar. What'u əvvəldə for'u axırda yazırlar. Bu da nə üçün sualdır. What do they use, nə bilim, cotton for? Sonra keçirik nəyə?
Və yerinə nə olmazdı? İnanılmazdı, yer bildirən inanılmazdı. Və yerindən from yazmaq olur. Where do you come from? Və sonra why cümləsində yenə for olmaz. Gəlin o sual sözlərinin xüsusiyyətlərini yazaq. Hansı sual sözlər nə işlənməz? When olan cümlələrdə və yaxud bu vacib qeyddir. Buna uyğun çox təsdiq edərsiniz. What-la for olur, why mənasını verir. Başa düşdünüz? Why nə deməkdir? Niye? What for-da eyni şey deyir. When, what time və how long ago. Davam edirik when cümlələrində, what time cümlələrində bunu qulağınızı sırğa edin. Buna uyğun çoxlu testlər görəcəksiniz. When cümlələri, what time cümlələri və how long ago cümlələri. Şu soruşma sayı burada niyə eləşmişsə, bir də iki nəfər yan yana, bitişik şəkildə. Soyuqdur. O zaman kitabı yer atılmış ya. Bəqi, kitabda nə var ki? Kitabda bir şəkil var. Matr yazılır. Nəsə alınmır. Mətn yazmırıq, biz kitabdan kitabdan izlədik. Ayaq yazılır. Atılmış ya, ne olmuş? Ben bir çok istedim. Şimdi terörist belli. Seyret istiyorsanız tam. Orada. Have, has, üstəgəl, feil 3 birləşməsi, when cümlələrində, what time cümlələrində, how long ago cümlələrində yazmaq olmaz. Onun yerinə harda yazmaq olar? How longla yaza bilirik. How long. Bir də since when. Görə bilirsiniz. How long və since when cümlələrində biz nə yazırıq? Bunlarda isə have, has, F3 yazırıq. Have ya da has, F3 yazırıq. Hansıda yazmırıq? Bu qaydaları əzbərləyin. Aydın oldu mu? Əzbər öyrənin bu qaydaları. Hədəf işte olmaz. Onu görməmişəm, ancaq həvazi deyirlər. Həvazi deyirlər, həd olsa da hədə deyərdilər. Yəqin ki, ola bilər. Ancaq vermirlər, görməmişəm mən. Ben de görmemişim, ona göre soruştum. Görməmişəm, ancaq baxaq da məlumatlar istəsən, ancaq testlərə görə biz deyirik. When, what time, how long, mən sevimli şagirdim. When, what time, how long cümlələrində, how long ago cümlələrində nə yazmaq olmaz? Həvəzəviç yazmaq olmaz, amma how long və since when-də yazmaq olar. Aydın oldu mu? Hə? Görsən, daha qutardı ye, daha izah etmədim, nəsə qaldı mı görəsən? Hangisini dediniz? Hukuk oldu. Ha? Abiler diyor humdan sözünün işlemesine sesi kaldı. Nə? Humdan sözünün işlemesi. Hum. Ha. Bir şey izah etməmişəm. Dedik ki, biz sonda sözün anı nə yazırdıq? Yani vaxtla sonuna yazırıq. Amma onu niyə izah etmədim? Bir də belə bir şey izah edeyim, hey. Ala dur orada. O bizde Uzaqlaş biraz. Çox yaxınsın. Nə? Belə bir sual izah edirəm, belə bir cümlə izah edirəm, qayda izah edirəm ki, who əvvəldə qalır. Bu sözü nerede yazırdıq? Sonda. Sonda yazırdıq. Elədirmi? Sözünü who əvvəldə olurdu, sözünü axırda olurdu. Eyni mənada hum da ola bilər. Amma humda necə olacaq? Sözünü plus hum olacaq. Misal yazaq. Məsələn, mən demək istəyirəm kimə? Kimə nədir ingiliscində? Who nədir ingiliscində? Kim nədir? Who. Who axırda yazırıq to. Sual cümləsi. Cümləni yazırıq. Məsələn, deyək, who do you speak to? Aydındırmı? Who do you speak to? Who əvvəldə qalır, to harda işlənir? Axırda. Amma bunu eyni mənada mən to whom-la da verə bilərəm. To whom do you speak? Fərqləndirə bildinizmi? Who ilə whom-un sözünün işlənməsi necədir? Who əvvəldə yazılır, sözünü axırda. Whom-la yazılsa isə whom sözünün yanında yazılır. Aydındırmı? Sözünlə yan-bayan yazıla bilər whom'dur. Who sözünlə, mən belə şey yaza bilməzsiniz, bax. Məsələn, bu olmaz. To, who olmaz. Sözünlə who yanaşı yazıla bilməz. Burada sözünü deyəndə to yazmışam, with ola bilər, from ola bilər, nə bilim, by ola bilər. Amma fikir verməlisiniz ki, who'nun yanında sözünü yazmırsınız, amma who'mun yanında yazırsınız, who ilə yazsınız, cümlənin sonunda sözünü olmalıdır. Bizə başa düşürsünüz. Bir sual cümləsinin quruluşu necə oldu? Təzədən qayıda bir dəfə də. Sual sözü axtardıq, sonra nə idi? Köməkçi feildir. Və modal feildir, üstəgəl. Mübtəda, üstəgəl, xəbər. Biz bunu axtarırıq, elədirəyim. Necə idi quruluşu? Sual cümlesiydi. Mən çünki yüzümü çevirirəm, sən nəsə danışırsan Yok, orada. bir gözü. Sual sözü idi. Sual Tacirdə nə cümlesi. quruluşu? Şey yanılsa. Tacirdə
Sual sözü, kömək kim? Hüda xəbər. Biz bu Mənə uşaqları. sual Hansı sual? Bəli. Bu axırda 2 dənəsini başa düşdüm. Axırıncı. Ben Bu mağazada qaydanı- gidiyorum. 2 dənəsi axırıncı 2. Bu iki dənə. Bax, belə deyim sənə. Mən Kimə gəldim. demək istəyirəm? Kimə? Mən deyirəm A şəklisi tudu ingiliscəsində. Bax, A şəklisi tudu. Kimə deyəndə iki cür deyə bilərəm bunu. İki dənə üsul var mən kimə deməyim üçün. Bir dəqiqə. İki dənə üsul var. Deyə bilərəm to, whom deyə bilərəm. Kimə? Bir də kim ilə demək istəyirəm. Yəni başqa sözünü göstərim sənə. Kim ilə demək istəyirəm. Bunu belə deyə bilərəm. With whom? Tuyla olmaz değil. With ilədir də, ilə mənasıdır. Bəli. Sözün olaraq iləni işlədirəm mən burada. Doğru. With who? Və ya da ki deyərəm who with. Ya who'mu deyəndə kim ilə demək istəyirəm iki cür deyə bilərəm. Və who'mu with-nə yanaşı verərəm. Who'nu versəm, vizyonunu yanaşı vermərəm, vizi axıra verə bilərəm. Çatdı? Burada mən tunu yazmışdım. İstənilən sözün ola bilər. Başa düşdünüz O ki necə? benim sözümü ilə bu. Sözüyle o bu yan yana olmaz. Biz bunu demeye çalışırıq bayaqdan. Aydındır mı? Bəli. Hansı sual sözlərindən sonra birbaşa xəbər yazmaq olur? Bu var. Who və vaxtda. Xəbər onda necə olmalıdır? Tek. Dudazdan nə olmaz cümlədə? Fe'l. Fe'l yanaşı olmaz. Elədir mi? Sonra who da hansı sual sözləri idi? Onun yanında isim olurdu və xəbər ola bilirdi. What, which, how many, how much. Elədir mi? Bunlar nə olmalı idi? Haber olur. İsim və sonra xəbər ola bilər, amma köməkçi bir də xəbər də ola bilər. İki quruşu düz olar. Bir də son bir dənə şey deyirəm sizə. Ofla işlənə bilən sual sözləri var ingilis dilində. Onlar hansılardır? Gəl onları da yazaq. Ofla işlənə bilən sual sözləri. Which-i ofla işlədirlər. Which ofla işlənir. How many ofla işlənir. Topluya görə deyirəm. How many ofla. Yəni ofu gördünüz boşluqdan əvvəl. How many özdə which ofla işlənəndə cəm isim olur, söz yox. Cəm isim, amma xəbər təkdə olur. Which ofla işlənəndə tək xəbərlə işlənməlidir. Məsələn deyirik ki, which of the books ismi cəm yazdım. Amma xəbəri is yazaram, ar yazaram. Is interesting. Bu kitablardan hansı biri maraqlıdır? Aydın oldu mu? İzah edə bildimmi? Markerə hamısını atıram. Ha? Haber tek olmalı. Which of-landırsa xəbər tək olmalıdır. Xəbərin cəmdə olması imkanı yoxdur. Sən niyə yazmadın ki? Deyər yazmışam. Məndən qabaq yazırsan. Yazmalısan, bunlar gəldir soruşam Kulağını sizə. çekeceğim, köşeler vereceğim. Hazır Kulağını mısın? da yapsın. Ben yaza yazadım kulağını bilmiyorum. Yazı anda beynivə yazmış olursun. Böyle Məncə. yapsa olmaz. Ben barışmıyorum. Gəlin dərs görək. Yaxşı. Gəlin dərs sualca verəndə görək sən. Gəlin Bizə dərs qeyd edirəm mən. Yaxşı, qurtardıq mı? Bəli.